Sizdən xahiş edirik ki, YouTube və TikTok kanalımızı dəstək olun, dəstəyiniz üçün minnətdarıq. Son aylar dünya buğda bazarında baş verən dəyişikliklər Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın ərzaq təhlükəsizliyi və idxal strategiyasına birbaşa təsir göstərməkdədir. Rusiya uzun illər ərzində Azərbaycanın əsas buğda tədarükçüsü kimi çıxış etsə də, 2025-ci ilin əvvəlindən etibarən bu mövqeyini tədricən itirməyə başlayıb. Rusiya buğda ixracında görünməmiş azalma müşahidə olunduğu bir vaxtda Qazaxıstan subsidiyalar vasitəsilə Azərbaycan bazarındakı payını sürətlə artırır. Bu tendensiya həm regiondakı buğda tədarük zəncirini, həm də daxili qiymət sabitliyini yenidən formalaşdırır. Mövcud vəziyyətə nəzər salaraq bu dəyişikliklərin səbəbləri və nəticələri üzərində dayanmaq zəruridir. Bu ilin iyun ayında Rusiyadan xaricə buğda ixracının təxminən 1,1 milyon tona qədər azalacağı gözlənilir. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 4,6 milyon ton təşkil edib. May ayının nəticələri də müsbət olmayıb. 2025-ci ilin mayında ixrac cəmi 2,16 milyon ton olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.